Salam əziz şagirdlər. Belə bir misala baxırıq ki, 6 üzərində 40, üzərinə gəl 6 üzərində 42 ədədinin 37-də 1 hissəsini tapın. Baxan kimi hər ikisində 6 üstü 40 ortaq vurğu görürük. Bu ədədləri təbii ki, qüvvətə yüksəltmək absurddur. Çox böyük ədədlərdir. Bu şəkildə olan ədədlər heç vaxt qüvvətə yüksəldib cavab tapılmır. Baxırıq ki, hər ikisində 6 üzərində 40 ortaqdır və 6 üzərində 40 mötərizə xaricinə çıxarırıq. Yəni 6 üstü 42-ni biz yaza bilərik 6 üzərində 40 vur 6-nın kvadratı. Çünki bilirik ki, əsaslar eyni olduqda qüvvətlər toplanılır. Və hər ikisində ortaq vuruq 6 üstü 40-dır. Ona görə 6 üstü 40-ı mötərizənin xaricinə çıxardıqda bizdə qalır 1, üzərinə gəlinsin 6-nın kvadratı. Burada da olur 6 üstü 40 vur 37. Çünki 6-nın kvadratı 36, üstdə 1, 37. Və bu ədədin bizdən soruşur 37-də 1 hissəsini. Biz bilirik ki, verilmiş ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Yəni biz bunu vururuq 37-də 1-ə. 37'ler ixtisar gedir, cavab 6 üstü 40.